sallanan qarın, lipödem, hip-dip, selülit, iri qollar. Bugün problemli zonalardan danışırıq. Videonu axıra qədər izləyin, çayınızı, kofenizi alın, çünki maraqlı söhbətimiz olacaq. Bugün biz son dövrlərin çox aktual olan problemlərindən danışacağıq. Mənim bədənimdə problemli bölgələr var. Mən bu problemli bölgələrdən bölgəsəl arıqlama yolu ilə azad olmaq istəyirəm. Bu mümkündürmü? Sualına cavabı bu videoda tapa biləcəksiniz. İlk öncə gəlin lap əsas məqamı burada dəqiqləşdirək. Bəzən problemli zona əslində olmur. Yəni bədənimizdə artıq çəki, artıq pi kütləsi problemli zonaları yarada bilir və biz məhz sadəcə pi kütləsini aşağı salmaqla artıq bütün problemli zonalardan qurtula bilirik. Yəni artıq çəki, artıq pi kütləsi problemi ilə problemli zonalar məsələsi bir-biri ilə əlaqədar deyil. Problemli zonalar artıq nə zaman aktuallaşır? Əgər siz artıq müəyyən bir formada çəkinizi itirmisiniz və yaxud ümumiyyətlə artıq çəkiniz yoxdur, amma sizin uzun illərdir sizi narahat edən, getməyən bir probleminiz var. Məsələn, hip-dips nahiyəsində hiss edirsiniz ki, istənməyən bir boşluq var. Qarnınızda, alt qarnınızda heç bir zaman getməyən bir pi kütləsi var. Qollarınız bədəninizə görə iridir. Ayaqlarınızda lipödem problemi var, selülit var və yaxud da diz qapaqlarınızın üstündə bir pi təbəqəsi var. Amma çəkiniz normaldır, çəkiniz hətta aşağıdır deyərdim. Baxın, artıq problemli zona budur. Yəni sizin bədəninizdə artıq bir çəki yoxdur, amma problemli zonalar mövcuddur. Məhz bu problemli zonalardan danışacağıq bugün. Yenə deyirəm, əgər sizin böyük bir çəki probleminiz varsa, biz çox vaxt proqramlarımızda məsələn bununla mən çox üzləşirəm. Sadəcə olaraq bədəndə pi kütləsini düzgün bir strategiya ilə aşağı salırıq və bədəndəki bütün problemli zonalar öz həllini tapmır. Amma bu halda çoxdur ki, ideal çəki ilə yaxınlaşan xanımlarımız çoxdur. İllərdir getməyən qarın problemi var. İllərdir onu narahat edən, bədəninə uyğun olmayan qol problemləri var, lipödem problemi var və proqramlarımıza qoşulur və nəticəsini ona uyğun bir şəkildə alır. Gəlin ümumiyyətlə problemli zonaların 3 səbəbindən danışaq. 3 əsas səbəbimiz var. Qadın bədənini əgər nəzərimizdə saxlasaq, ilk səbəbimiz lipödem, sallanan qarın. Çəkim normaldır, ancaq qarnım sallanır. Çəkim normaldır, ancaq ayaqlarımda lipödem var. Qollarım iridir, selülitim var, hip-dips problemi var deyirsinizsə, bunun 3 səbəbi var. İlk reproduktiv orqanlar. Qadın bədəni üzərindən danışıram bu videoda mən. Yəni bizim bədənimizdə əsasən problemli zonaların 80-85% məhz bu nahiyədə olur. Yəni qarın ətrafı nahiyələrdə, çanaqda, ayaqlarda və çanağın üzəri qarın nahiyəsində. Bunun səbəbi nədir? Bizim reproduktiv orqanlarımız, yəni uşaq dünyaya gətirmək üçün cinsəl orqanlarımız məhz aşağı qarın nahiyəsində yerləşir və insan bədəni, qadın bədəni daha doğrusu bioloji olaraq kodlanıb, yəni bəzən ola bilər ki, heç sizin uşaq dünyaya gətirməmisiniz və yaxud da elə bir qərarınız var ki, ümumiyyətlə uşaq dünyaya gətirmək istəməsəniz belə, bizim reproduktiv orqanlarımız bioloji olaraq elə kodlanıb ki, sizi çalışır ki, yalnız və yalnız uşaq dünyaya gətirəsiniz və buna görə də məhz o nahiyədə müəyyən bir piylənmə prosesi gedir davamlı olaraq və bu xüsusən də biz o məsələnin üzərinə düşmədikcə daha da artır. Yəni alt qarın, çanaq, hip-dips, lipödem buna aiddir. İkinci məsələ isə hərəkətsiz qalan yerlərdir. Yəni biz gün ərzində aşırı dərəcədə eyni pozisiyada qalırıq. Ya otururuq, ya uzanırıq, ya ayaq üstə durub hansısa bir spesifik bir işi görürük. Yəni davamlı bir şəkildə bədənimizin müxtəlif hissələri tərpənmir və biz hərəkətsizliyə məruz qalırıq və bu hərəkətsizlik bizim bədənimizdə limfadrenaj sistemini pozur və beləliklə bədənimizdə xroniki problemli zonalar yaranır. Məhz iri qollar, qollarda piylənmə, kürək ətrafı, kürəkdə qat-qat olan piylənmə görmüsünüz bir çox insanlarda, qadınlarda, kişilərdə. Bu
pozulmuş limfa drenaj və hərəkətsizliyin səbəb olduğu problemli zona problemidir. Üçüncü hissə isə genetik olaraq quruluşumuz. Yəni bizim gen olaraq bədənimizin artıq müəyyən bir yaşa çatdığımızda, formalaşanda bir spesifik quruluşu var. Ayaqlarımızın quruluşu var. Yəni heç bir kəs bu dünyada illatda tamına bir-biri ilə bərabər deyil. Hər bir kəsin, necə ki barmaq izi fərqlidir, hər bir kəsin özünə məxsus bir bədən forması var. Nə qədər bir-birinə oxşar olsalar belə, hər bir insanın məhz özünə məxsus olan genetik bir quruluşu var və bu genetik quruluş biz kilo alsaq da, versək də onun üzərinə olur və bura artıq aid ola bilər. Məsələn, bəzi insanlar var ki, diz üstü nahiyədə piylənmə probleminə nəzər çəkir. Bu insan kilosu az olsa belə orada bir qat olur, kilosu çox olsa belə o daha çox olur. Və yaxud da elə insan var ki, kilosu çoxdur, ancaq diz üstü nahiyədə onun genetik olaraq heç bir piylənmə problemi yoxdur. Və yaxud da onun yuxarı nahiyədən kökəlmə funksiyası yoxdur deyə qolları, üzü hər zaman kiçikdir, amma problemi başqa yerlərdədir. Yəni genetik olaraq quruluşdan gələn problemli zonalar məsələsi də var. Mən burada daha çox dayanacağam. Digər məsələləri də təbii ki, nəzərdən keçirəcəyik ki, bəs biz nə edə bilərik ki, biz bu problemli zonalardan canımızı qurtaraq? İlk olaraq biz bədənimizdə videonun önündə belə dediyim kimi, ilk olaraq bədənimizin pi kütləsi ilə işləməliyik və onu normal bir səviyyəyə gətirməliyik. Çünki biz onu normal bir səviyyəyə gətirəndə ümumi problemli zonalarımız artıq həcmcə kiçilir. Problemli zonalarımız həcmcə kiçilib, amma yenə də mənim qarnım sallanır, yenə də mənim hip-tips problemim var, yenə də mənim lipödemim var, yenə də mənim qollarım iridir deyirsinizsə, artıq biz orada daha başqa strukturda bir yanaşmaya keçməliyik. Məsələn, bizim proqramlarımızda Fitman metodika məşqləri var. Bu məşqlər adi intensiv məşqlərdən çox fərqli bir tipajda olan məşqlərdir. Biz bu məşqlərdə xüsusi nəfəs yöntəmi ilə bədənimizin dərin əzələləri ilə, dərin toxumaları ilə işləməyə başlayırıq. Nəfəslə ən kiçik detallara daxil olub, hissələrə daxil olub, həmin hissələrdə müəyyən bir güclənmə və başqa bir formada transformasiya yaratmağa başlayırıq və beləliklə bədəndə mikro səviyyədən makro səviyyəyə qədər bir dəyişiklik görünməyə başlayır. Yəni, kilom azdır, qarnım var. Kilom azdır, lipödemim var deyirsinizsə, biz artıq burada normal idman strukturu ilə yanaşı, hansı ki normal idmanımız bizim bədənimizdə böyük əzələlərlə çalışır, pi kütləsini aşağı salır, müəyyən bir sxem daxilində. Fitman metodikada isə biz artıq nəfəslə, daha dərin əzələlərlə, əzələlərin daha dibi ilə belə də işləyərək bədənin ümumi limfa drenajını aktiv bir hala gətiririk. Beləliklə bədənin artıq hərəkətsiz qalan bir hissəsi olmur və bütün ödəm, şişkinlik həmin nahiyələrdən çəkilir və həmin nahiyələrdə dərin bir möhkəmlənmə getməyə başlayır. Məsələn, bəzən olur ki, xanımlar deyir ki, mənim qollarım iridir. Biz nə etməliyik? Biz həmin nahiyədə oynaqdan başlayaraq bu nahiyəni aktivləşdirməliyik və həmin əzələləri kipləşdirməliyik. Həmin nahiyə artıq kipləşdikcə artıq qolumuz biri var ki, boş bir yerdə pik sadəcə olaraq, belə deyək, özü üçün yaşayır. Biri də var ki, artıq kipləşmiş bir yer var və orada artıq pidə müəyyən bir formada daha estetik bir formaya gəlir və biz daha başqa sxemlərlə, qidalanma ilə, yuxu ilə, digər idmanlarımızla onu daha da incətməyə başlayırıq. Və yaxud da bəzən ola bilir ki, məhz bu artıq diz üstü piylənmə probleminə aiddir, daha çox hip-tips probleminə bu məsələ aiddir və yaxud da ayaq içi nahiyəsində piylənməyə aid ola bilər bu. Bəzən olur ki, çəki azdır, amma yenə də bizim istədiyimiz görüntü yoxdur. Burada artıq biz çəki idealdırsa, daha bir başqa formada əzələ kütləsini həmin nahiyələr üzrə artırmaq üçün məşğul oluruq. Hərəkətlərimizi onun üzərinə, nəfəsimizi onun üzərinə qururuq və beləliklə bədən ona uyğun bir şəkildə dəyişir. Tam gedirmi? Deməzdim. Ancaq biz bədənimizi məhz aid olduğu genetik quruluş üzrə ən idealına məhz öz nəfəsimizlə, dərin əzələlərlə işləməklə və üstünə gəl intensiv, normal, ənənəvi pi əzələ ilə çalışan idman hərəkətlərimizlə gətirə bilirik. Yəni, işıq var,
yaşıl işıq təbii ki var və biz həqiqətən də bədənimizi istədiyimiz formaya, problemli zonalarını tamamilə minimallaşdırıb yox səviyyəsinə gətirməyə qadirik. Əgər bu formada rahat bir şəkildə və eyni zamanda xüsusi belə deyək, trüklarla, xüsusi alətlərlə və yormayan, çox zorlamayan, əksinə sizi daha da rahatlaşdıran, relaks edən, bədəninizin belə deyək, bütün gərginliyini alan bir formada bizimlə gözəl bir nəticə almaq istəyirsinizsə, qarşıdan gələn proqramımıza qoşula bilərsiniz. Bu proqramımız bikini body proqramıdır. Yaz aylarındayıq və yay qabağı bizim xüsusən də belə deyək, Novruz bayramının zamanlaması elə bir yerdədir ki, tam yayın öncəsindədir və həmin vaxtı qonaqlıqlar, məclislər, bizim şəkər buralar, paxlavalar o qədər belə deyək, havalarda uçuşur ki, məhz o bitən kimi artıq biz ayılırıq ki, oh my god, yaya hazırlaşmaq vaxtıdır və bikini body proqramımız hər il məhz bu vaxtda ona görə keçirilir ki, sizin bədəninizdəki toplanmış bütün ödəmiş şişkinliyi alaq, hərəkətsizliyi tamamilə aradan qaldıraq, limfa drenajınızı yaxşı bir vəziyyətə gətirək, nəfəs çalışmalarınızla bədəninizin problemli zonalarının ən dibinə qədər işləyib, qamətinizi, qarnınızı, sellitinizi, lipödəminizi aradan qaldıraq. Möhtəşəm bir proqramda həqiqətən də qoşulanlar bilir. Həm qidalanma daxildir, həm xüsusi idman, həm fitman metodika, həm də başqa praktikalar, meditasiyalar proqramımızın içində olacaq. Qeydiyyat üçün aşağıda linki qoyuram. Video isə sizin üçün çox maraqlı oldusa, mütləq bir şəkildə dostlarınızla paylaşın. Çünki həqiqətən də reproduktiv orqanlar ətrafındakı piylənmə problemindən çox insanın xəbəri yoxdur. Problemli zonalarla artıq çəki anlayışı arasındakı fərqi bilməyənlərimiz ola bilər və yaxud da genetik quruluşdan gələn problemli zonalar var və mənim bu problem heç vaxt getməyəcək deyən düşünən insanlar var, hansı ki biz bunları da ötəsindən gələ bilirik və eyni zamanda bədənimizin hərəkətsiz qaldığından, limfa drenajının passivləşməsindən yarana biləcək problemlər var, hansı ki bütün bunların hamısını biz öz texnikalarımızla, alətlərimizlə hər birinin ötəsindən gələ bilirik. Hər birinizi çox sevirəm. YouTube kanalıma abunə olmağı unutmayın. Növbəti videoları gözləyin. Hər birinizi çox sevirəm. Görüşərik.